Vətən müharibəsi qazisi. Dünənki hadisə ilə bağlı, polis baskınla bağlı gecə mühafizələr gücləndiriblər və həkimlər, baş həkim zad gəldi, dedi ki, sənin müalicən burada gedə bilməz, burada bizdə o imkanlar yoxdur, polis baskınıdır, polisdən bağlı sənin nə bilim, başqa yerdə təxliyə edirik, başqa yerə gelsən, köçürürük, məsləhət elə, qabaq deyirdi o imkanlar, şanslar, imkanlar var, buradasan, burada müalicə olmaz. İndi bu hadisədən sonra məni başqa yerə təxliyə eləmək istəyirlər, müalicəmin getməyinə mane törədirlər, müalicəm getmir, hal-hazırda başqa yerə təxliyə olunuram. Dedi ki, o imkanlar bizdə yoxdur. Həkimlərə də təzyiq olunur. Bu qədər. Mənim başıma bir hadisə gəlsə,